Vəhy 4-cü fəsil. Göydəki taxt. Bundan sonra gördüm ki, göyə açılmış bir qapı var. Əvvəlcə mənlə danışdığını eşitdiyim şeypur səsinə bənzər səs dedi. Bura qalx. Bundan sonra baş verməli hadisələri sənə göstərəcəyəm. Elə o an mən ruhun təsirinə düşdüm. Budur, göydə bir taxt qurulub. Taxta da biri oturub. Oturanın görünüşü yaşam və qırmızı əqiq daşına bənziyirdi. Taxtın ətrafında da görünüşcə zümrüdə bənzəyən göy qurşağı var idi. Taxtın hər tərəfində daha 24 taxt var idi və onların üstündə ağ paltar geyinmiş, başında qızıl tac olan 24 ağsaqqal oturmuşdu. Taxtdan şimşək, uğultu və göy gürültüsü çıxırdı. Taxtın önündə 7 məşəl yanırdı. Bunlar Allahın 7 ruhudur. Taxtın önündə sanki büllura bənzəyən şüşə dəniz var idi. Taxtın ətrafında, hər 4 yanında, önü də, arxası da gözlərlə örtülmüş 4 canlı məxluq var idi. Birinci məxluq aslana, ikinci məxluq danıya, üçüncü məxluqun üzü insan üzünə, dördüncü məxluq da uçan qartala bənziyirdi. Bu 4 məxluqdan hər birinin 6 qanadı var idi. Məxluqların hər tərəfi, hətta qanadlarının alt tərəfi də gözlərlə örtülmüşdü. Bu məxluqlar gecə-gündüz dayanmadan deyir, var olmuş, var olan və gəlməli olan, külli ixtiyar Rəbb Allah müqəddəsdir, müqəddəsdir, müqəddəsdir. Canlı məxluqlar hər dəfə taxta oturana, əbədi yaşayana izzət və şərəf verib, şükür eləyəndə, 24 ağsaqqal taxta oturanın önündə yerə qapanıb əbədi var olana səcdə eləyir və taclarını taxtın önünə atıb deyirlər. Ey bizim Rəbbimiz və Allahımız, sən izzət, şərəf və qüdrət almağa layiqsən. Çünki hər şey sən yaratdın. Hər şey sənin iradənlə var olub yarandı.